şeyimidin sirdaş oluydu. Könlün isti yana peşkaş oluydun abana, oluydun acanan, oluydun. Aşıq Hüseyin Saraçlı təkcə doğulub boyu başa çatdığı Sarazlı kəndində, Arandağ Borçalısında yox, Şimallı Cənublu Azərbaycanda, Türkiyədə tanınan, sayılıb seçilən ustad sənətkarlardan biridir. Ustadın 80 illik yubileyi Borçalıda, Sarazlı kəndində qeyd olunsa da, səsi sorağı uzaq yaxın ellərə düşdü. İnsaf elə kəsmə bərəni, hürküşüb sonalar, göllər ağlayar. Ahımdan əriyər zirvənin qarı, sığmaz dərələrə, sellər ağlayar. Bu xəbər nə xəbər, ağlımda çaşdı, heç kəsi olmasın gözləri yaşdı. Öldü dədəm Əmrah, ölmə saraşdı, Borçalı yaz tutar, ellər ağlayar. Kim dedi taleyi yazan belə yaz, soldursun gülləri şaxtalın ayaz. Ey buta, düşünmə, demə sustu saz, susa haray çəkir, tellər ağlayar. Basılır kan cumadan, kan başlar asılır yazıkandan. Her işkiden ey 500 yaş kesilir. Dağdır ey yaşıyla başı körür. Ay aman ölürüm. Dağdır ey yaşın ey ayla başı kör oyun. Aya necə hay vuranda ağır tuflar basılır, qancıqadan qanlı başlar asılır, hər içkidə 500 öyaş kəsilir, dağıdır aşıla başı kör oğlu. Hər sağ söz həvəskarları, söz sərrafları Hüseyin Saraçlı'nın doğulduğu bu kəndə toplaşır. Onun müqəddəs qəbrini ziyarət edir və orada onunla bağlı ürək sözlərini, xoş xatirələrini söyləyib, şeirlər oxuyurlar. Bugün də Allahın lütf və mərhəməti ilə Hüseyin Saraçlı'nın anadan olmasının 80 illiyi münasibəti ilə buraya toplaşmışıq. Bizim müxtəlif güşələrdən, Azərbaycanın müxtəlif rayonlarından, Borçalının müxtəlif güşələrindən gələn qonaqlarımız çoxdur. Aşıq Hüseyin Saraçlı'nın pərəstişkarları da çoxdur. Onun haqqında ürək sözlərini demək istəyənlər də. Mən ilk sözü Gürcüstan Aşıqlar Birliyinin sədri, gözəl şairimiz, qeyrətli Borçalı oğlu, şair Osman Əhmədoğlu'na verirəm. Ulu Tanrı'nın
yarattığı bütöv bir kainat kitabını, onun yarattığı bəndələr varaq-varaq, səhifə-səhifə bölməyə çalışdılar. Bəzən bütövlər parçalandı, paralandı, bəzən çilik-çilik oldu məmləkətlər. Yüz yerindən dağlar çəkilən məmləkətlərdən biri də torpağına diz çöktüyümüz, üz sürttüyümüz ana borçalımızdır. O borçalımız ki, formada zaman çiliklənsə də, yarasına məlhəm olan saz mənlə diz çökməyə qoymayıb onu. Ulu bir havası ilə qoluna qüvvət, dizinə taqət, gözlərinə nur verib buyurdun. Məmməd Bağrı sədalı, Mansırı soraqlı, Bəhməni hikmətli havazatları ilə bütün zamanların sınaqlarından alnı açıq, üzü ağ çıxan ulu saz mənlə çiliklənməyə qoymadı bizi. Bütövlüyə səslədi, mətinliyə çağırdı, Misrisi, Cəngisi əyilməzliyə, Urfanisi ağır batman olmağı öyrətdi. Zaman səsimiz tuturanda sazımıza tapındıq. Günümüz ərşə çıxanda sazımıza yön çövürdük. Fəryadımız boyxuranda saz yetişdi hoyumuza. Səsimizə dəydilər, göynəm günümüzə dəydilər. Arzuları dilim alovlanan ümid çırağımızı söndürməyə tuşlandılar. Fəqət sazımıza dəyənmədilər. Dərdimizin tərcümanı oldu ana saz və ana borçalımızın gözündə qalan muradını oxudu zaman. Oydu ki, təsəlli ocağımız, dözüm məbədimiz sandıq onu və söykəndik ona. Söykəndik məğrurluğuna, söykəndik əyilməzliyinə, söykəndik dözümünə, söykəndik və sıyırma qılınc çıxdıq zamanın amansız imtihanından və yaşadıq. Yaşatdı bizi saz, müqəddəs keçmişimizdən, ağrılı-acılı dünənimizdən, intizarlı bu günümüzdən, ümidli sabahımıza doğru aparan yolda isti qucağa, sönməyən ocağa döndü ana saz və onun pərdə şöylələnən alovları öz işığında hifz elədi bizi. Ulu yurdumuzun Allah'tan payı olan ana sazın əməyini biz də itirmədik. Ulu Adəm atamızdan bu yana o bizi yaşattı, biz onu yaşattık. Sazın tarixini qərinələrə, əsrlərə, eralara bölənlər yanılır, səhv eləyir onlar. Bəlkə də Allah'ın yarattığı ən ulu saz ya anaxatırdır, ya kürdür, ya elə bütövlükdə borçalıdır ki, bütün zamanların heç zamanında kökdən düşməmiş və indən sonra da düşməyəcək. Odur ki, yurdumuzun bu dünyadan köçən saz sənətkarlarının hamısına Allah rəhmət eləsin. İçində də Xındı Məmməd, Əmrah dədə və Saraçlı Söyün. O Saraçlı Söyün ki, bugün Gürcüstan Aşıqlar Birliğinin təşəbbüsü ilə və Gürcüstan qəzetinin əməli iştirakı ilə Gürcüstanda böyük sənətkarımız olan Söyün Saraçlı'nın 80 illik yubileyini keçiririk. Əziz, hörmətli qonaqlarımız, Söyün Saraçlı'nın, Söyün dədənin, Ulu Ozan'ın, Dədə Qorqud yadigarı, Yunus yadigarı, Çıldırlı Aşıq Şenliğin və ondan sonra neçə saz və söz xiridarının bütün yaradıcılığı sinəsində olan böyük azman sənətkarımız Söyün Saraçlı'nın 80 illik yubileyine hoş gəlib, səfa gətiribsiniz. Sağ olun. Arzular ürəkdə qol qanad atır, nəğməli sinəmdə yüz dastan yatır. Elə ki sevənlər muraza çatır, sevincə bürünüb şadlanıram mən. Deyən haqq aşığının 80 yubileyinə gələnlərə də bu sevişdən pay düşmüşdür.
Elə yazda çileyin aman, aman ay, belə yayda yarpızım, payızda morgun ey, dərməsəm Süheyl Saraçlı el anasıydı bir sənətkar kimi, bir aşıq kimi. Onun çaldığı havalar bizim iliyimizə, qanımıza işləyirdi. Xüsusi olaraq söz sərraflarının, özü demişkən qələm tutanların, sim tərpədənlərin. Onlardan birini sizə təqdim edirəm. Çoban Rəşid. Hörmətli eloğullar, dahi sənətkarımız Aşıq Söyünün belə yüksək səviyyədə səslənliyini keçirilməsində Gürcistan Aşılar Birliğinin sədrisi Osman Əhmədoğlu'na, Gürcistan qəzetinin redaktoru Süleyman Məhəmmədoğlu'na və Saraçlı ziyanlarından öz təşəkkürümü bildirirəm. Allah can sağlığı versin, həmişə bundan da artıq keçsin, bundan sonrasına. De ki, Azərbaycan xalqı var, Süheyl Saraçlı Azərbaycan xalqının əbədi ürəyində həmişə xatirəsi əziz qalacaq. Onunla bərabər mən Aşıq Söyünə yazdığım bir şeir deyirəm. İlhamı torpaqdan, gücünü eldən, dərsini nəbidən aldı Saraçlı, sazını köklədi, kökünün üstə, göynəyə çaldı Saraçlı. Divanı üstündə sözünü dedi, eşqin, məhəbbətin közünü dedi, ana laylasını özünü dedi, turna qanadında xaldı Saraçlı. Məzmunu ağladı, leylini andı, kərəmi çalanda kərəmlə yandı, elin oğluydu, elə inandı, şeirdi, nəğmədi, baldı Saraçlı. Sürülər oylağa, örüşə gəldi, qartallar zirvədən enişə gəldi, çoban da şairlə görüşə gəldi, sənət meydanında zaldı Saraçlı. Dəryanın incisi dəryada qaldı, Saraçlı dəryaydı, dəryada qaldı, Mansurun üstündə fəryadı qaldı, Çoban Rəşid əhli haldı Saraçlı. Tapın getirir. Deseler ey giriftir ey delihli daşa, aparın feryadı çapın getirir. Deseler ey giriftir ey, hay aman aman, hay aman aman, can aman aman. Aparın ey feryadın ey, şapın getirin. Bir yanşağım gedib Erzulumun eline arayın axtarın tapın getirin. Deseler girifti delikli daşa, aparın feryadı çapın getirin. Götürüp ikinciyi nedir? Kesin belasını yayıltın köşünü. Ele yıkın ey kümesini gelin içini, yara bas döşüne katsın getirin. Dediye yıkın kümesini yayın. Gezine içinin, arabas döşünü haraya, kasın getirin.
İzleyin izini, sormayın şunu, kesin gedikleri tutun kökünü, yıkın kümesini, gezin içini, Arabat döşüne katın getirin. Derler kulak asır, gene var mı ağa dedi kulak asır. Öküz kimin ey dersini soyun. Göğe etkesinin ey kulağını koyun. Doğuram edin etini getirin. Doğuram ey ay aman aman ay aman aman yan aman aman. Doğuram edin ey etin getirin. Koroğlu görmeyip bir belə oyun, yıkın öküz kimi dərisini soğun. Böyük tikəsini, qulağını qoyun, doğuram edin etini getirin. Söz cevabını tamam eyleyip, dəllər yola düşməkdə olsun, çanlı beldən bunlar emməkdə olsun, günnaşı tihlənməkdə. Aya baxdılar, günnaşı gəlir dedi, aya sənin öyün yıxsın. Sən nə qayırdın dedi. Cəhənnəm kimi zəbana çəkir dedi, sənin ətini kebab çəkib yiyəcək. Hə, başınıza dönüm dedi, görsəniz mənim başıma nə elib. Telli xanım bana manı tutdu, aman qanlı cəllət məni bağışlayın. Burada öldürmək istəyirlər, burada da sözü var, baxdığınızda almayaq. Götürüb, dedi, bax budur, şəkilli də verdi. Özdə kağız da yazıb, nə bilim nə yazıb. Ayak qorxma dedi, daha sən öldürmürük. Amma pusad əskərə qamant verir dedi. Bərdən gedərsən, gəzinə əskərə təhlim verir. Bəri qaydanda dedi, parmağın arasında şəkili göstər. Yoxsa anan ağladacaq. Yunun aşıq sazda da tulladı bir tərəfə, şəkili parmağının arasına aldı, Koroğlu gəzinə belə əmir verir. Falan yerə belə getmək lazımdır, belə qılış qalxan belə oynatmaq lazımdır, at belə oynamaq. Geri dönəndə baxdı Günlaşıq, məhləmiş gəlir, ancaq parmağının arasında bir əksidir. Deyirsən, Xudavənd aləmin boş vaxtına düşüb buna qələm çəkir. Oğlum, zəhmət çəkmə qalx dedi. Qalx, ola bu nə mənə? Belə baxdı Koroğlu, bir güldən min gülə aşıq oldu. Dedi, ağa başına dönüm elə, bu məni himmət əlillədi da mı? Doğru mu deyirsən, dedi, lələmin yoru haqqı dedi, bax bu elliyir. Karanlık ya, devlet malı
Əzəldən bir şirin dilə vuruldum. Sazımda səslənən telə vuruldum. Bu doğma obaya elə vuruldum. Hüseyn Saraçlı adlanıram mən. Sözü iradə kövrəyə verirəm. Mənim uşaqlığım demək olar ki, Hüseyn Saraçlının yanında keçibdi. Ondan sonra bir çox ustadların yanında keçibdi. Hüseyn Saraçlıya mən həmişə baba demişəm. Və onun axırıncı toyda elə bizim ailəmizdə olubdu. Axırıncı toyda o bizdə eləyibdi. Ona görə mən ürəyimin hisslərini ağ vərəqə köçürmüşəm. Gələn kimi biz başına yığılıb, İstəyərdik lətifəli sözünü, gah nağılla, gah söhbətlə gecələr dindirərdin sinəndəki sazını. Qardaşımın kiçik toy olanda, sən də orada çağıranda, çalanda, saz sinəndə sən fikrə dalanda, məclisimizə gəzdirərdin gözünü. Qəlyan çəkib bığlarını eşərdin, elə bil ki, xoş aləmə düşərdin. Bircə sazla sərhədlər də aşardın, axtarıram sənətində izini. Əllərinin tumarı var saçımda, əsilləri köçürərdin köçümdə. Kərəmləri yandırardın içimdə, yandırardın, dağladardın közümü. Dastanları saxlayardın axşama, söyləyərdin əzizdəmə, oxşama, neçəsinə, neçə şirin oxşama, sazla çəkdin minayənin nəsli. Hüseyn Saraçlı'nın xüsusi olaraq sənət dostlarından, Əmrahla, Xındı Məmmədlə dostluğu indinin özündə də şirin bir xatirə kimi söylənilir. Hər günə Allah rəhmət eləsin. Həmi Aşıq Hüseyn Saraçlıya, həmi Xındı Məmmədə, həmi Aşıq Əmraha. Bugün Aşıq Əmrahla Xındı Məmmədin şagirdləri bizim bu şənlikdə iştirak edirlər. İndi də sözü yenə Aşıq Ziyəddin və Aşıq Novruza verirəm.
Hüseyin Saraçlının keçifdi yaşı, telli saz həmişə olub sirdaşı, sənət meydanında ağarıb başı, saldığı bu yol iz itməsin gərək. Bir qədər dərdli Kəlbəcərdən gəlmiş şair qardaşımıza sözü gecikdirmişəm. Sözü mən Mirsey qardaşıma verirəm. Aşıq Muradın müşayiəti ilə öz şeirini oxuyacaqdır. Şeylə Kəlbəcərə gələndə Kəlbəcərin qayharaylı qədəsi idi. Qulaqlar gecə dağlara, gündüz gözəllərə layla çalırdı. Biz Hüseyin əmiyə söz vermişdik ki, gələcək Boğçalıya səni görüşünə. Fəqət talehin amansız hökmü imkan vermədi. Qismətimiz bugünə düşüb. Hüseyin əmi, Borçalıdan haray çək. Koroğlu yağını daşa bağlasın. Qancıqadan qanlı başlar asılsın, müxənnəsi doğan ana ağlasın. Kərəmi çal, özün yandır kərəmi. Çobana de ayə, qandır kərəmi. Ərzurumdan aşsa dondur kərəmi. Boran gəlsin, gədikləri bağlasın. Qul Abbası Gülgəzinə qovuşdur. Çənli beldə təhlükəni sovuşdur. Bolu bəyin tut ağzını ovuşdur, nişanlı sinəsini dağlasın. Qaçaq nəbi salvarsıdan oynasın, Həcərin damarda qanı qaynasın. Bayatı da ürəyimiz göynəsin, göz yaşından kirpiş düyün bağlasın. Qəm qarışdır, üyüt məni sazında. Daşa döndər, keyit məni sazında. Müsəyyafı elə böyük sazında. Ah, laləsi boymurovu dağlasın. Şanlıbel'den Qoşkoroğlu'da haber vereceğim. Ancak bunun hası kolundan Demirkapı Derbent kolundan. Demirkapı Derbent'te Arap Paşa otururdu. Koroğlu'nun sedası her yere çıkmıştı. Gel gör ki bunların da bir meclisinde Koroğlu'nun ittiğinden, vurmağından, tutmağından, paşalara ganim olmaktan danışırlar. Bunun da 7 sinek perdenin dalında bir kızı var idi, dünya güzeli. Bu da bir tarafta oturmuştu, bu da kulak asırdı. Ki eşitti ki, harda güzel varsa değiller Koroğlu aparır. Dedi gel bir nama yaz dedi, belki beni de aparır oraya. Değiller Xotkar'ın kızını da aparır. Götürüp bir nama yazıp, qaside pul verir, pünhan gönderir Şanlıbel'e. Şanlıbel'e Koroğlu'ya kağıt satır. Bu okumak bilmirdi Qoşkoroğlu. Götürüp Niyar Hanım'a verdi ki Niyar Hanım bu kağıdı oku bir. Kağıdı okudu ki Mömine Hanım yazır. Koroğlu biraz kirmişledi. Dedi Qoşkoroğlu niye kirmiş durursan Niyar Hanım? Dedi ne gayrım, dedi ne gayrışsan? O ki böyle yazıp dedi ne yazıp? Dedi yazıp ki eşitmişem, harda güzel varsa çekip Şanlıbel'e aparırsan. Eğer gelin beni aparmasan, benim müşehlerim senin başında olsun. Dedi gidip onu getirmesen, doğrudan elə deyip ki, benim müşehlerim de senin başında olsun. Ama dəlləri götür git. Dedi hayır, dəlləri götürüp gitmərəm. Niye? Dedi o ki bana təhlif eləyib, gerek tek gidim. Dedi başın qoyğalıdır. Sonra başına əməl qurarlar, deyədi qursalar da, qurmasalar da gedəsiyəm. Koroğlu əmir verib, dəli meytərə qırat yəhərlənsin, qırat yəhərlənir, qılış qalxan amut, licə, şeşbər, yay oxu, gür, dava libasını götürüb, üzəngi basırlar, atı minir, ancaq bulğurlu cürəsini də ötürür.
üstündən bir geyinçara geyinib, aşıq livasından gedir. Getdi o zaman ayla illə, indi aşıqları muxtəsəri dillə, getdi Dəmir Qapı Dərbəndə çatıb, soruşur ki, Ərəb Paşanın xanəsi nərdədir, hardadır? Belə baxırlar, bəli, bax, falan yerdədir. Gedib bunun qapısına, o saat meytərlər bunun atını tuturlar, baxırlar bir aşıqdır. Paşaya xəbər verirlər ki, bir aşıq gəlib, əmir verdi ki, içəri yatırın. İçəri gəldi, bunun başının adamlarından beraber otururlar, söhbətdədirlər. Dedi, yaxşı oldu, aşıq gəlib, bizə də bir neçə xanə bəlkə oxuyar. Amma baxdılar ki, elə bir aşıqdır ki, en uzundan bir qarşı artıq. Bığlar pələc olmuş buynuzu kimi, süysündən aşıb. Amma bunun sazı da balaca şeydi, balaca dolanda deyirsində bir adam baldaş qurub otura bilərdi burada. Amma Koroğluya elə görünürdü, elə bil ki 7 telli, 5 telli bir cürədir. Aşıqsan dedi, bəli. Hardansan? Dedi, qapın o yüzündənəm. Dedi, bizə bir neçə türkü söyləyərsən, dedi, başdır söyləyərəm. Götürüb burada, buna nə deyəcək? İstədi ki, sazını düzəltsin, oxusun. Bu anla neşdən xəbər gəldi, meytər gəldi ki, paşam sağ olsun dedi. Bu aşığın dedi, atı, beygiri dedi, şərdə 40 atı tələf etdi. Koroğlu tez qalxıb gedib atını apardı. Bir ayrı yerə bağlayıb gətirib. Götürüb orada Koroğlu nə deyəcək tərəfindən əz eləyə xoşbaxt olun. Burada bir Koroğlu misirisini çalır. Aşıq dedi. Çox ucadan bağırma dedi, kafamızı kaldırırsan, ola ne qarırsan dedi. Yadigarın geyib qara, seven qəlbə düzdüm yara, həsrətindən düşdüm dara, niyə dinmir sazın, niyə? Baş ayırmır bəyə, şaha, dərd sevinçdən çoxdur daha, baxan varmı fəryad daha, niyə dinmir sazın, niyə? Sazın gümüş tel istəyir, sirli pərdə əl istəyir, bəlkəməz bizdən yol istəyir, niyə dinmir sazın, niyə? Dinsin şirin dilin olsun, ətir saçan gülün olsun, ürəklərdə elin olsun, niyə dinmir sazın, niyə? Əlxanam sözüm qala, izlərimdə izim qala, ayağımda üzüm qala, niyə dinmir sazın, niyə? Goranboydan Hüseyin Saraçılı'nın böyük şənliyinə, bayramına, yubileyinə təşrif buyurmuş aşıq Məhərə söz verirəm. O öz balabancısı Hüseyinlə bərabər çıxış edir. Bir yerdə bizim kətdə bir toya düşdük. O kişi ilə bir yerdə həmin toyu 2 sutka keçirdik. Ustad onun bərabəri mən öz qəlbimdə, kim nə formuzursa özü bilər, öz qəlbimdə mən o kişinin bərabərindən pay tapa bilmərəm.
Həmin vaxtımız çoxdur, kişidən çox danışaram. 2 tutka bir yerdə olmuşuq. Ondan dedim Aysda, Ululu Kərim adında bir aşıq olur sənətkar. Onun bir xanə sözü Aysda məndən istəyirlər. Onu deyalım. Həmin sözləri ustadan yazdım, indi həmin sözləri bir köhnə el havası ilə, yəni köşər havası ilə deyək. İxtiyar olmaz. Bağlama geyne döyleten amalam, mala mülke ömrüne, ihtimal olmaz. Firsan dəlindəykən yaxşılıq elə, həməşə əlində ixtiyar olmaz. Bel bağlama, nə döylətən amala, mala, mülkə, ömrə, ehtivar olmaz. Sen el gözünden başlayan olmaz. Ayvaran göğününden olsun. Sen el gözünden başlayan olmaz. Sözü Gürcistan Azərbaycanlılarının Qeyrət Xalq Hərəkatının sədri Rafiq Hacıyevə verir. Qeyrət Xalq Hərəkatı adından gətirdiyimiz hədiyyənin azına çoxuna baxmayaraq icazə verin bunu Aşıq Söz sanatçılarının sənətkarımızın ev müzeyinə təqdim edək. 7-yə 15 dəqiqə işləmiş bu simvolik olaraq niyə belə götürülüb? Yəqin ki, saatımız işləyir, ona görə dayandırmışıq ki, bildiyimiz kimi 1987-ci ildə 7-yə 15 dəqiqə işləmiş bizim dahi sənətkarımız dünyasını dəyişib, əbədi olaraq gözlərini yummuşdur. Aşığın avazı gəlsin uzaqdan, keçsin imtihandan, çıxsın sınaqdan, desin həqiqətdən, danışsın haqdan, ellərə xəyanət etməsin gərək.